Herkese salamlar. Mən Riyaziyyat müəllimi Qabil Abbasov. Bugün Riyaziyyat 2025 9 illik test toplusunun rasional kəsrlər mövzularına baxacağıq. Gəlin başlayaq birinci sualdan. Birinci sualda bizə deyilir. X bölək n bölək x kvadratı bölək m bərabərdir. Şöyle adi kəsrlərdə dediyimiz qayda ilə birinci kəsirimiz olduğu kimi qalır. İkinci kəsirimiz tərsinə vurulur. 1 getdi. Burada qaldı 2. N vuraq 2 də M. Cavabımız A variantı. Şöyle ilk olaraq deyək ki, rasional kəsirlər nədir? Rasional kəsirlər odur ki, A bölək B şəklində yazsaq, burada A daxildir Z-ə, B daxildir N-ə. Tam ədədin natural ədədin nisbətinə rasional ədəd deyilir və rasional kəsir kimi işarə olunur. Rasional kəsir o deyir ki, məxrəcində dəyişən olan ifadələrə rasional kəsirlər deyilir. Məxrəcində kəsir olan ifadələrə rasional kəsir deyilir. İkinci sualımız belədir. Kəsiri ixtisar aparmaq üçün ilk olaraq gəlin baxaq. Şöyle burada fikir versəniz 3 minus 2'dir, burada x minus 3'dür ikinci sualda. Biz bunun birini x çıxaq 3 kimi yazsaq, ixtisar getdi, qaldı 4'də mənfi 3. Üçüncü sual. 4a'nı ortaq vura çıxarsaq, qalır y plus 2 bölək 8a. Y plus 2 qaldı 2. Dördüncü sual. Vurma olduğuna görə ixtisar aparıq. Eyni dəyişənləri bölürük. Yəni 8'i 8'e böləndə 1. B kubunu B kvadratına böləndə əsas eyni olduğuna görə 3'dən 2 çıxırıq. A'nın kubunu da A kvadratına böləndə vururuq. A kubu çıxaq 2. Bizə verir B, bizə verir A. B vuraq A. Yəni AB. 5-ci sualımız belədir. Sadələşdirmək üçün ilk olaraq buradan çıxardırıq nəyi? AB-ni. Hər ikisində AB olduğuna görə AB. Geridə qaldı 3A üstə gələk 2B. Burada isə A-nı çıxardanda qalır 3A üstə gələk 2B. Məxrəcdə. Alar getdi. 3A ilə 2B də getdi. Qaldı geridə B. Eyni tip misaldır. Bunu özünüz yazırsınız. Siz yazırsınız. Keçdik 7-ci suala. 7-ci sualımız belədir. Burada uşaqlar A-nı ortaq vur çıxardanda sürətdə qalır sürətdə 5A üstə gələk B üstə gələk 1. Məxrəcdə B-ni ortaq vur çıxardanda qalır B üstə gələk 5A üstə gələk 1 bərabərdir. Sonra fikir versəniz, möhtəzənin içindəki ifadələr eyni ifadədir. Sadəcə toplanan yeni dəyişikliklər. Geridə qaldı A bölək B. 8-ci sual eyni tip misaldır. Siz yazırsınız. Keçdik 9-cu sual. 9-cu sualımız belədir. Şöyle bu bizim x minus 5'in möhtəzə kvadratının açılışıdır. Bunu da kvadrat çıxaq B kvadrat kimi baxsaq, qalır geridə x çıxaq 5, x üstə gələk 5. Çıxma ilə bunun biri getdi. Geridə qaldı x çıxaq 5 böl x üstə gələk 5. X çıxaq 5 böl x üstə gələk 5. A variantı. Keçdik 10-cu sual. 10-cu sualımız 9-dan eynidir. Siz yazırsınız. 11-ci sualımız belədir.
İlk olaraq məxrəci olduğu kimi saxlasaq və surətdə mənfini ortaq vuru çıxarsaq, geridə qalır b kubu üstəgələk 7 və bunu mənfini olduğu kimi saxlayıb b kubu üstəgələk 27-ni açsaq, geridə qalır b üstəgələk 3, b kvadrat çıxaq 3b üstəgələk 9, məxrəcdə qalır 3b üstəgələk 9 və eyni olduğundan islah getdi. Geridə qaldı mənfi b üstəgələk 3 və hər tərəfdə mənfini açsaq, mənfi b çıxaq 3 Y variantı. 12-ci sualımız belədir. 8a kvadratını vururuq tərsinə. 3a üstəgələk b bölək 3a kvadrat. A kvadratlar getdi. Geridə qaldı 3-də 8 3a üstəgələk b. 3-də 8 3a üstəgələk b. 12-də D variantı. 13-cü sual eyni tip məsələdir. Siz yazırsınız. 14-cü sualda 14-cü sualda belədir. Hər tərəfdən 3 ixtisar çıxarsaq, geridə qalır a kubu çıxaq b kubu, məxrəcdə qalır a kvadratı çıxaq b kvadratı. Bu da bərabərdir. 3-də ixtisar getdi. Sürət yazırıq a çıxaq b, a kvadratı üstəgələk ab üstəgələk b kvadratı. Məxrəci yazırıq a çıxaq b, a üstəgələk b. A çıxaq b'lər ixtisar getdi. Geridə qaldı a kvadratı üstəgələk ab üstəgələk b kvadratı bölək a plus b. A variantı. 15-ci sual eyni tip məsələdir. Siz yazırsınız. 16-cı sual. 16 sualımız belədir. A-nı ortaq vuru çıxarsaq, qalır x plus y. B-ni ortaq vuru çıxarsaq, x plus y. Məxrəc x plus y. Və bu ifadədən x plus y-i ortaq vuru çıxarsaq, geridə qalır a plus b, x plus y. Getdi, qaldı a plus b. 17-ci sual. 17-ci sualımız belədir. X üstəgələk 2y böl y bərabərdir 3-ə. 7x bölək y. Bizdən sual uçur. Buradan x plus 2y bərabərdir 3y-ə. X də bərabərdir 3y çıxaq 2y-ə. X bərabərdir y-ə. Olduğuna yerinə qoysaq, tabarıq 7. Cavabımız oldu 7. 18-ci sual. Bu bizə verir a üstəgələk b-nin mürtəzə kvadratı. A kvadrat b vuraq b üstəgələk a üstəgələk b. Bunun biri getdi. B ilə də bu getdi. Geridə qaldı a üstəgələk b bölək a kvadrat. A üstəgələk b bölək a kvadrat. 19-cu tip eyni sualdır. Siz yazırsınız. Keçdik 20-ci suala. Şöyle 20-ci sualımız belədir. Ortaq məxrəcə gətirəndə bizə verir x plus 6 vur x minus 6. Məxrəclərin müxtəlif olduğuna görə hasilini tapdıq. Və bunu yazanda 2x x minus 6 x minus 6-nı adadıq. Məxrəci böldük x plus 6-ya, vurduq 2x-ə. Üstə gələk. Eyni qayda ilə də bunu. Bərabərdir. Bunu vurub açanda bizə verir x kvadrat çıxaq 36. Və buradan 2x ortaq vurub çıxarsaq, geridə qalır x minus 6 üstə gələk x plus 6. Bu da bərabərdir. Bəxric x qiyməti 36. Bax uşaqlar, mənfi 6 müsbət 6. Bunlar islah getdi. Geridə qaldı burada 2x. 2x də 2x-ə vuranda elədi 4x kvadrat.
Cavabımız oldu 4x kvadratı bölək x kvadrat çıxar 36. C variantı. 21-ci sual eyni tipdir. Siz yazırsınız. 22-ci sual. 22-ci sualımız belədir. Məxrəci A çıxaq B, A üstəgələ B kimi yazanda sürəti olduğu kimi saxlayıb aparsaq, minuslardan biri getdi, geridə qaldı A minus B, A plus B. A variantı. 23-cü sual eynidir. Siz yazırsınız. 24-cü sual. 24-cü sualımız belədir. M vur N 2 M'in M kvadrat söyləyək N kvadrat. Çoxadlı vuruqlar ayrılması bölməsində buna bir neçə misal istəmişik. Gəlin yenə baxaq suala. M vuraq N-i olduğu kimi saxladıq. Məxrəci orta məxrəcə gətirəndə qalır ki M N üstəgələk M kvadratı üstəgələk N kvadratına. Bu da bərabərdir. Vurma olduğuna görə M-lər getdi. Geridə qaldı bu. Bu ifadə bizə verir 2 ifadənin cəminin kvadratı. M plus N'in kvadratı. Keçdik. Bu da hansı variantı? D variantı. 25-ci sual 24-dən eynidir. Siz yazırsınız. 26-cı sual. 26-cı sualımız belədir. Bunu parçalayış olaraq 5 minus 2 5 plus x'e 6x kubunu x kvadratına böldü. Burada qaldı 2x. 6 ilə 18 getdi qaldı 3. X minus 5 ilə də 5 minus x getdi. Qabağında mənfi qaldı. Bu bizə verdi. Mənfi x vur 5 plus 2 böl 3'e. Bu da bizə nə verir? C variantı. Buradan x'i çıxarsaq qalır x plus 5. Yirmi yedi sual 26 ilə eynidir. Siz yazırsınız. 28-ci sual. 28-ci sual yazanda gəlin sual yazaq. Tam ifadələrin düsturunu yazanda belə düstura yazmışdıq. Birincinin düstur dərəcəni eyni dərəcəyə gətirdi. Bu bizə verir 16 x üstü 8 81 y üstü 12 vur 9 y kvadratı vur 16 x üstü 4. Bu da bərabərdir. 9'dan 81 qısa getdi. 9 16'lar getdi. X 8'den x 4 getdi. Burada qaldı 4. Y kvadratının y burada qaldı 10. Bu bizə verdi. X 4 vur 9 y üstü 10. 29 yeni tip misaldır. Siz yazırsınız. 30. sual. 30. sualımız belədir. Bu bizə verir C çıxaq 3, C üstəgələk 3. Məxrəc C plus 3'ün mörtəzə kvadratı. Vuraq 3 üstəgələk C, C çıxaq 3 bərabərdir. C çıxaq 3'lər getdi. Bunun biri getdi. Bununla da o birisi biri getdi. Cavab qaldı 1. 32 yeni tip sualdır. Siz 30. sualımız belədir. 3AB A plus B'ni olduğu kimi saxlasaq, mörtəzənin içini yazsaq, AB'də A kvadratı çıxıb B kvadratı. Bu da bərabərdir. AB'lər ixtisar getdi. Qaldı 3. Bunu da A çıxıb B, A üstəgələk B kimi yazsaq, bölək A plus B. Qaldı 3 vur A çıxaq B. Bu da bizə verir B variantı. 34. sual.
34-cü sualımız belədir. Birinciden 2 çıxaq 6 ortaq vur çıxardıq. İkinciden də y ortaq vur çıxardanda yenə qaldı 2 çıxaq 6. Məxrəci yazırıq 6 çıxaq 2 6 plus x. Bu da bərabərdir. Sürəti yazdıq. X çıxaq 6-nı ortaq vur çıxardanda geridə qaldı 2 çıxaq y. Məxrəci olduğu kimi saxlasaq, eyni olduğuna görə bir dənə qalır mənfi işarəsi. Mənfi x minus y böl 6 plus x-ə. Mənfi. Baxırıq mənfi ilə cavab yoxdur. Nə ararıq? Bunu yeni dəyişsək. Vurğular yeni dəyişəndə işə mənfi gedir. Y minus çıxar 2 edir 6 plus x. Cavabımız elədir A variantı. Uşaqlar 35-ci sual belədir. Bax, məxrəc nədir? M çıxaq 6, 6 çıxaq M. Eyni olduğunu amma bir-birinin əksisidir. Olduğuna görə yazırıq M çıxaq 6. Bunun işarəsini dəyişsək, yazsaq, toplam olur mənfi. Və eyni məxrəc olduğuna görə, orta məxrəc eyni olduğuna görə yazırıq M çıxaq 36 alınır. Və biz də sürəti parçalasaq, minuslar getdi, qaldı M plus 6. Bu bizə verir, mənfi 2-ni ortaq çıxardan qalır A çıxaq 3. Bu da A çıxaq 3-ün mörtəzə kvadratı olduğundan 1'i getdi. Geridə qaldı mənfi 2. Mənfi 2 bölək A minus 3. Bu da eyni olmalı ki, müsbət 2 kimi yazılır. 3 çıxaq A. Məxrəcini dəyişə bilərik. Əksini götürə bilərik. D variantı. 37-ci sual. Buna aid misal işləmişdik. Bunu siz yazırsınız. 38-ci sual. Buradan ikisi ortaq vur çıxardıq. Geridə qalır A plus B. Y çıxardan da A plus B. X minus Y. Və A plus B ortaq vurğu olduğuna görə ortaq vur çıxartdıq. Geridə qaldı X çıxaq Y. Məxrəc X çıxaq Y. Getdim X çıxaq Y. Geridə qaldı A plus B. A-mız neçə? 0,75. B-miz neçə? 0,25. Topladıq bizə verdi 1. 39-cu sual eyni tip məsələdir. Buradan A çıxaq B bərabər 4B-yə, A bərabərdir 5B-yə. A-nı yenə 5B qoysaq bizə verir 25B kvadratı çıx B kvadratı böl B kvadratına. Bu deyilir 24B kvadratı böl B kvadratı. B kvadratlar getdi, qaldı 24. 40-cı sual eyni tip məsələdir. Siz yazırsınız. 41-ci sual. X çıxaq Y bölə X bərabər 2-dirsə, bu da onun tərsi olduğuna görə cavabımız verir 2-də 1. Bu da bizə verir 0,5'i. 42-ci sualımız belədir. Buradan uşaqlar mənfi 2-ni orta vur çıxardanda qalır A minus 8. V teoreminə görə köklərin hasili 32, cəmi isə müsbət 12 olan ədədlər hansılardır? 4 və 8. Bizə verir A çıxaq 4, A minus 8. Vurğulara ayırsaq. A minus 8-lər getdi. Geridə qaldı mənfi 2, A minus 4 və yaxud müsbət 2, 4 minus A. Baxa gör hansı variantda? 2, C variantı. Digərini veriblər. 43-cü sual. 43-cü sualımız belədir. Buradan 3'ü çıxarsaq qalır x minus 1. Bunu olduğu kimi saxlasaq və tərsinə vursaq. X kubu minus 1'i də x çıxaq 1, x kvadratı üstə gələ 2, üstə gələ 1 kimi yazsaq. 3'lər getdi. Geridə qaldı x plus 1 vur x minus 1. Bu da bizə verir x kvadrat çıxaq 1'i.
44-cü sual eyni tip məsələdir. Siz yazırsınız. 45-ci sual. 45-ci sualımızda baxırıq. B bölək. Buradan A-nı çıxardanda qalır 2A plus B. Çıx 4A. B-ni çıxardanda geridə qalır 2A plus B. Və orta məxrəcə gətirsək, hər ikisində valideynə birini yazdıq. A, B yoxluğuna görə vuraq A, vuraq B. Və bu məxrəcə buna bölsək, geri qalır B. Belədir B kvadrat. Bu ifadəni buna bölsək, geridə qalır A. A-nı da 4-ə vuran eləyir 4A kvadrat. Bu da bərabərdir. Bunu müxtəsər kimi açsaq, bərabər plus eyni ifadə olduğuna görə getdi. Geridə qaldı B çıxaq 2A bölək A, B. E variantı. 46-cı sual. 46-cı sualımız belədir. Deyir, x bölək y bərabərdir 2 olduqda bu ifadənin qiymətini tapın. Uşaqlar, bunun 2 dənə həll yolunu olar. Birinci həll yolumuz belədir. Buradan x bərabərdir 2y-ə yerinə qoyub hesablayacağıq. Eləyir 4y kvadratı. 2y kvadratı çıxaq y kvadratı. 4y kvadratı çıxaq 2y kvadratı üstə gələk y kvadratı bərabərdir. Sürət bizə verir 5y kvadratı. Məxrəc bizə verir 3y kvadrat. Bu bizə verir 3-də 5. B variantı. İkinci həll yolumuz isə uşaqlar vuruqlara ayırmaqla. Onu da siz yazırsınız. İkinci həll yolunu siz yazırsınız. İkinci həll yolu sizlik. Vuruqlara ayırırsınız. İxtisar gedənlər aparsınız. Geridə qalanlar sizlikdir. 47. 47-ni də vuruqlara ayırma ilə yazacaq. Bunu ayırsaq bizə verir bu necə yaza bilərik? A kvadratı A, B. Şöyle bunlar heç vuruqlara ayırmaq olmur. Bunun ən gözəli dediyim qaydadır. Yuxarıdakı kimi 46-cı sual kimi yazırsınız. Bu sizlikdir. Keçdik 48-ci suala. 48-ci sualımız belədir. Y bərabərdir 1/4-3. Bu bizə verir y minus 2-nin mörtəzə kvadratı. Məxrəc isə 2 minus y. Şöyle y minus 2 ilə kvadratı ilə 2 minus y-in kvadratı eynidir. Kvadratda fərq eləmir. İkisi də eyni ədəd olduğuna görə belə yazı yerini dəyişə bilərik. Bunun biri getdi. Geridə qaldı 2 çıxaq y. Y-in də yerinə 1/4-3 qoysaq bizə verir 4-də 8 çıx 4-də 7. Bu da bərabər 4-də 1-ə. Cavabımız elədir 4-də 1. Eyni məsələdir. Siz yazırsınız. 50-ci sual. Yəni 1 bölək A çıx 1 bölək B. Tərsi deməkdir. Vuraq. Mörtəzə olduğuna görə uşaqlar elə bir yol yazırıq. 1 bölək B minus A-ya. Bu da bərabərdir. Orta məxrəc A vuraq B olduğuna görə AB-ni A-ya böləndə B, B-yə böləndə A. Vur 1 minus B çıxaq A. Getdi. Geridə qaldı 1 bölək A vuraq B. 51-ci sual eyni tip məsələdir. Siz yazırsınız. 52-ci sual sadələşdirək. Bizə verir orta məxrəc gətirəndə B vuraq A çıxaq B. Vursaq A çıxaq B üstə gələk. A üstə gələk B vuraq B.
bərabərdir. Bəxrəc olduğu kimi saxlasaq, bunu varsaq a kvadratı çıxaq ab üstə gələk ab üstə gələk b kvadrat. Bu da bərabərdir. Minus plus getdi. Geridə qaldı a kvadratı üstə girib b kvadratı. B minus a çıxaq b. A variantı. 53-cü sualımız belədir. Buradan a-nı çıxarsaq, geridə qalır b kvadrat çıxaq 36. Onu da b çıxaq 6. B üstə girək 6 kimi yazsaq. 3b kubunu olduğu kimi saxlasaq. Vuraq 12b kvadratı. Buradan da a-nı a kvadratını ortaq vurub çıxarsaq, geridə qalır b plus 6. Bərabərdir. B plus 6 getdi. A ilə a kvadrat getdi. Geridə qaldı a. B kubu ilə də b kvadratı getdi. Geridə qaldı b. 3 ilə də 12 çıxsa getdi 4. Sürətdə qaldı 4 vur b çıxaq 6. Məxrəcdə qaldı a, b. Y variantı. 54-cü sual eyni tip məsələdir. Siz yazırsınız. 55-ci sual. Buradan x-i çıxarsaq, geridə qalır a çıxaq b. Üstə gələk y-i çıxarsaq, a çıxaq b. X plus y məxrəc. A çıxaq b ortaq vuruq olduğuna görə geridə qaldı x plus y. X üstə gələk y. Getdi. Geridə qaldı a çıxaq b. A-mız elir 5,59. B-miz elir 2,59. Çıxanda geridə qaldı 3. 56 eyni tip məsələdir. Siz yazırsınız. 57. 57-ni mötərizənin içinə həll edəndə bizə verir 2 çıxaq 4. Otdan məxrəc. Vur 2 çıxaq 4. Üstə gələk 9. Vuraq tərsinə. X çıxaq 4. Vur x plus 4. Surətdən də 2-yə ortaq vur çıxarsaq, geridə qalır 2 vur x kvadratı çıx 4x üstə gələk 9. Bərabərdir. Bunu vurub açsaq bizə verir x kvadrat çıxaq 4x üstə gələk 9. X çıxaq 4 vur x çıxaq 4 x plus 4. 2 vur x kvadrat çıxaq 4x üstə gələk 9. Eyni fayda olduğuna görə getdi. Minus 1'i getdi. Qaldı nə? X plus 4 bölək 2. Y variantı. 58-ci sual eyni tip məsələdir. Siz yazırsınız. 59-cu sual. 59-cu sual ilk olaraq bölməni vurma kimi yazsaq. 35 m üstü 8 n üstü 5. Bölək 8 p üstü 4 2 üstü 12. Bölmə olduğuna görə tərsinə vururuq. 9 b kubu 2 üstü 14. 70 m üstü 7 vur n üstü 6. Bərabərdir. 35'den 70 ixtisar get. Qaldı 2. 8'den 9 ixtisar gedir 3'e. Burada qaldı 3. Burada qaldı 16. Nədir? Yazırıq ki 32'də 3'ü yazdıq. M üstü 8 ilə M üstü 7 get. Bir dənə qaldı M. P kubu ilə P gələndə burada qaldı P. Məxrəcdə qaldı bir dənə P. 2 üstü 12 ilə 2 üstü 14 gördük. Burada qaldı 2 dənəsi. Vuraq 2 kvadratı. N üstü 5 dənədir. N üstü 6 getdi. Burada qaldı bir dənə. Vuraq N. Cavabımız oldu 3M 2 kvadratı 32N P. D variantı. 60-cı sualda siz yazırsınız. Yeni tip misaldır. Keçdik 61-ci sual. 61-ci sualımız yeni tip məsələdir. 61'i də siz yazırsınız. 62-ci sual. Sürətli. Sürətlə işimiz yox. Sürətli olduğu kimi saxlasaq. Niyə saxladığımızı deyəcək axırda. Bax belə. Məxrəcə görə. Məxrəcə yazır x çıxaq 2y. X kvadrat üstə gələk 2x y.
üstəgələk 4y kvadrat. Kimi açsaq, sürətlə məxrəcə vurğun biri getdi. Geridə qaldı 1 çıxaq, x çıxaq 2y. Və yerinə qoyub hesablasaq, 8-də 3 çıx. 2-yi 16-da 11-ə vuran deyildi 8-də 11. Geridə qaldı mənfi 8-də 8 bilir 1. 8-i böləndə mənfi 1, 1-i də mənfi 1-ə böləndə cavabımız elədi mənfi 1. 60-cı sual eyni tip məsələdir. Siz yazırsınız. 64. 64 necədir? Kvadrat olduğuna görə x çıxaq 4-dən çıxırıq bir dəfə 1-i, x çıxaq 4-ün üzərinə gəlib bir dəfə 1-i. Məxrəc də x çıxaq 3, x plus 3 kimi yazsaq. Sürət bizə verir x çıxaq 5, x çıxaq 3. Məxrəc olduğu kimi saxladıq. Çıxmalar getdi. Geridə qaldı x çıxaq 5, x plus 3. x çıxaq 5, x plus 3. 5x plus 3. Y variantı. 65-ci sual eyni tip məsələdir. Siz yazırsınız. Keçdik 66-cı suala. 66-cı sualımız belədir. Bərabərdir 2 olarsa, a kvadrat üstəgələk 1 bölü a kvadratını tapın. Uşaqlar, bunu almaq üçün, bu ifadəni almaq üçün bu ifadədən hər tərəfi kvadrata yüksəltsək, bizə verir a kvadratı, birincinin kvadratı, sözcə ikincinin kvadratı, çıxaq, birincinin ikinci hasinin 2 mislisi. Birinci 2-yə vuranda elədi 1, 2-yə vuranda elədi 2. 2-nin kvadratı elədi 4. Buradan da bunu tapanda bizə verir 4 üstəgələk 2, bu da elədi 6. Cavabımız elədi 6. C variantı. Bu da eyni tip məsələdir. Siz yazırsınız. 68. Bizə verir a kubunda a çıxaq 1, a kvadrat üstəgələk a üstəgələk 1. Vuraq. A kvadratında tərsinə yazanda a kvadratı üstəgələk a üstəgələk 1. Bir yol yazdıq. Bu bizə verir getdi. Bununla da bunun ikisi get qaldı 1'i. Cavabımız qaldı a çıxaq 1 bölək a. A'mız da 2 olduğuna görə 2'ni yenə qoyanda elədi 2'də 1. O da 0,5. 70-ci sual. 70-ci sualımız belədir. Bu bizə verir 3a üstəgələk çıxaq a çıxaq 7, 3a üstəgələk a üstəgələk 7. Məxrəcdən də a-nı ortaq vur çıxarsa qalır 4a plus 7. Bu da bərabərdir. Bu bizə verir 2a çıxaq 7-ni, 4a üstəgələk 7-ni. A vuraq 4a plus 7. Getdi. Geridə qaldı 2a çıxaq 7 bölək a. 2a deyilir. Ya da 2a çıxaq 7 bölək a. B variantı. 71-in sualına 70 eyni tipdir. Siz yazırsınız. 72-ci sual. Bizə verir 3 çıxaq 3 bölək x bərabərdir 2 bölək y çıxaq 1 bölək z. Y, x, z ilə ifadə edin. Y, x və z ilə ifadə edin. Yəni biz y tapacağıq. Y. Buradan 2 bölək y bərabərdir bu ifadədən. 3 bölək x üstəgələk 1 bölək z. Fərq azalan, çıxılan. Biz azalanı tapırıq da. Azalan tapanda fərqin üstə çıxılan gəldik. Buradan da orta məxrəcə gətirsək bunu. X, z-də 3 z üstəgələk x-ə. Və y tapanda çarpaz tapanda eləyir 2xz bölək 3z üstəgələk x. 2xz x üstəgələk 3z. C variantı.
70-ci sual eyni tip məsələdir. Siz yazırsınız. 74-cü sual. 4B üstəgirək A bölək 5A çıxaq 7B bərabərdir 2. 74-də. Və buna hər tərəfi vursaq 4B üstəgirək A bərabərdir 10A çıx 14B. Aları bir tərəfə, B'ləri bir tərəfə yığsaq bizə verir 18B bərabərdir 9A-ya, B bərabərdir 2B bərabərdir A-ya. Hər tərəfi 9-a bölsək. Və verilən ifadəni yerinə yazsaq. Onun yeni 2B qoysaq bizə verir 8B çıx 5B 6B üstəgirək B 3B 7B belə xısa getdi qaldı 7-də 3. 75-ci sual. Sualımız belədir. A çıxaq B sürət məxrəcdə 2B-ni çıxartsaq geridə qalır 2A çıxaq B üstəgirək A çıxaq B A-nı çıxartsaq yenə qalır 2A çıxaq B. Ortadan məxrəcə gətirsək hər ikisində də eyni vuruq olduğuna görə nə adı birini yazdıq. Geridə qaldı B vuraq A. Və buna bölsək qalır A vuraq A çıxaq B üstəgirək B vuraq A çıxaq B bərabərdir. Məxrəci olduğu kimi saxladıq. Sürətlidən də eyni vuruq olduğuna görə yazırıq ki A çıxaq B geridə qaldı A plus B. Və görək belə saxlayıblar. Yox, hamısı vuruq açıblar. Bu bizə verir A kvadrat çıxaq B kvadratını. Bunu da vuranda bizə verir 2A kvadratı B çıx B kvadratı A. Baxaq, görək hansı variantdır? Y variantı. 76. Hamısında 6M motofor olduğuna görə 6M'i çıxartdıq. Geridə qaldı 4M çıx 3 çıx M çıxaq olduğuna görə eləyir üstəgirək 2 üstəgirək 1 bərabərdir. 3 getdi. Geridə qaldı 2M bölək 6M 3M 4M'dən M çıxanda 3M. M'lər getdi 3 bölək 6. Bu bizə verir 2-də 1. O deyiləcək 0,5. 77 ilə 75 eyni tip olduğuna görə bunu siz yazırsınız. Keçdik 78-ə. 78-ci sualımız belədir. Buradan x-i çıxarsaq geridə qalır x plus 1. Vuraq tərsinə, yəni məxrəcin orta məxrəc x olduğuna görə eləyir x. Geridə qaldı x plus 1. Getdi, x-ə vuranda elədi x kvadrat. 78. Ortaq məxrəc bunların A kubu çıxaq 1 olduğundan bunlar bir-birinə vuranda bu verir də uşaqlar. Buna böləndə geridə qaldı A kvadrat üstəgirək A üstəgirək 1. Çıx 3A üstəgirək A çıxaq 1 bərabərdir. A kubu çıxaq 1-də şöyle birlər getdi. Geridə qaldı A kvadratı çıxaq A. Bununla bunu toplanda 2A, 2A'dan 3 çıxanda eləyir A. Bu da bərabər. Baxaq görək. A, belə vermişlər. Yenə sadələşdirilər təzədən. Buradan A-nı çıxardığında qalır A çıxaq 1. Bunu yenə parçalayıblar. Getdi. Qaldı A bölək A kvadratı üstəgirək A üstəgirək 1. 80-ci sual eyni tip məsələdir. Siz yazırsınız. 81-ci sual. Sualımız belədir. Hasili -12 cəmi -1-ə bərabər olan ədədlər hansılardır? A çıxaq 3,
A üstəgələk 4. Bunu da yazırıq. 3 çıxaq A. 3 üstəgələk A bərabərdir. Bu bizə verir. Qısa gedənə qalır mənfi. Mənfi A plus 4. 3 plus A. Bu da bərabərdir. A-nı da yerinə yazsaq bizə verir mənfi 2,9 üstəgələk 4 eləyir 3 çıxaq 2,9. Bizə verir bu 0,1'i. Bu bizə verir mənfi 1,1'i. Bu da bizə verəcək 11. Cavabımız elədir mənfi 11. 80-ci sual eyni tip məsələdir. Siz yazırsınız. 83-cü sual. 83-cü sualımız belədir. Hasili 6 cəmi 5 edən x minus 2 x minus 3 x minus 3 x minus 5 vuraq tərsinə x minus 2 x minus 5. Sürət də bizim nəyimizdir? X minus 2'nin mörtəzə kvadratı bərabərdir. Çıxma getdi. Minuslar getdi. Bu bizə verir x çıxaq 2'nin kvadratı. Bundan da bu getdi. Cavab elədir 1. Çox asan. 84 eyni tip məsələdir. Siz yazırsınız. 85-ci sual. 85-ci sualımız belədir. A bərabər 1,5 olarsa orta məxrəcimiz nədir? A kubu çıxaq 8. Birincinin sürəti olduğu kimi qalır. Çıxaq 2 çıxaq 3 anı vururuq A minus 2'yə. Bunu da çıxırdıq. 3 vuraq A kvadratı üstəgələk 2A üstəgələk 4'ü bərabərdir. A kubu çıxaq 8'i saxladıq. Bu ifadə olduğu kimi qalır. Və bunu vurub açsaq 2'ni A vuranda edir 2A. 2 mənfi 2 vuranda edir mənfi 4. Mənfi olduğunca edir müsbət 4. Mənfi 3A kvadratı qalanda edir 3A kvadrat. Müsbət 6A edir. Mənfi var olur edir mənfi 8A. Çıxaq. 3A kvadratı çıx 6A çıx 12. Bərabərdir. Baxaq uşaqlar. Bu bizə verir A kvadratı 4A kvadratı mənfi 3A kvadratı eləndə sürətdə yer qaldı A kvadrat. 16A şöyle mənfi 2A mənfi 10A mənfi 16A 16'lar getdi. Bunlar getdi. Geridə qaldı müsbət 12 mənfi 12. Bu da getdi. Üstəgələk 4. Bir dənə üstəgələk 4 artıq qaldı. Böyle A kubu çıxaq 8. Düzümü yazdıq. Baxaq. Aha. Yeni qoy hesablayaq. Bir tam onda 5 yeni qoy elədik 2 tam %25 üstəgələk 4. Bir tam onda 5'i 3 dəfə özünə vuranda bizə verir. Yəni belə yazsaq qısaca 2'də 3 ilə də 8'də 27 çıx 8.
Bu bize verir 6,25. Bu bize verdi. Çıx 64. 8'də 8'də mənfi 47 37 6,25. Bu bize verir %625. Bırak tersinə 37'də 8. Mənfini qabağa versək bərabərdir. 625 37'ye bölünür. Ona baxaq. 62'nin 37 bir dəfə. 62'den 37 çıxanda qaldı 25. Uşaqlar, burada həllini səhv vurmuşuq birini. Göstərəcəm hardadır səhvimiz. Onca diqqətli olmaq lazımdır. Bax, səhvimiz buradadır uşaqlar. 3 sanı 2'yə vuranda mənfi 3 sanı mənfi 2'yə vuranda edir 6A. Qovanda olur mənfi edir 6A. Burada 8A yazmışıq. Səhvimiz buradadır. Bunu da verəndə bizə bax mənfi 3A kvadratı ilə müsbət 3A kvadratı getdi. 6A burada, mənfi 6A burada elir mənfi 12, 2 də burada elir mənfi 14A. 16 burada olduğundan elir A kvadratı üstə girək 2A müsbət 12 mənfi 12 qısa getdi. Geridə qaldı 4. Müsbət 4. A kubu 8. A kubu çıxaq 8. Bərabərdir. Uşaqlar, bu bizə verir. Sürəti olduğu kimi saxlasaq. Məxrəci yenə parçalasaq. Getdi. Qaldı 1 minus A minus 2. A'nın yerinə 1,5 yazsaq. Bərabərdir. 1 bölək mənfi 0,5. Bu verir 1 bölək mənfi 2'də 1. O da tərsinə qalxır. Elir mənfi 2. Cavabımız elədir mənfi 2. Diqqətli olmaq lazım uşaqlar. Eyni qaydada uşaqlar. 86'nı siz yazırsınız. Amma diqqətli olun buranda. 87-ci sual. 87-ci sualımız belədir. Sürəti yazırıq x, y-də. X kvadratında çıxaq 25 y kvadrat. Yazaq. Bölək ilə belə yazsaq. Böləndə bu bizə verir x, y-də. X kvadratı üstə gələk 25 y kvadratı çıx 12 y. Bərabərdir. Bu bizə verir x çıxaq 5 y. X üstə gələk 5 y. Məxrəc x, y. Vuraq tərsinə. X, y-də bu bizə verir x çıxaq 5 y-in mörtəzə kvadratını. X, y-lər getdi. Minusların biri getdi. Qaldı sürətdə x plus 5 y. Məxrəcdə x çıxaq 5 y. X plus 5 y çıxaq 5 y. 88-ci sual. 88-ci sualımız belədir. Bunu belə yazaq. 3 x çıxaq 2 3 x üstə gələk yox x üstə gələk 4. Sürəti belə yazaq. Məxrəci yazırıq ki 2x üstəlik 3 x plus 4 yazanda x plus 4'lər getdi. Qaldı 3x çıxaq 2 2x plus 3.
D variant. 89. Bax, eyni qaydada uşaqlar. Kvadrat burada 4-ün üzəridir. Bax, burada diqqətli olmaq lazımdır. A üstü 4 üstə gəlib 1 bölək A üstü 4-ü soruşur. Şöyle bunu 2 dəfə yazdırıq. Bax, bir dəfə yazdıq kvadrat üzərində. Bizə verdi A kvadrat üstə gəlib 1 bölək A kvadratı. Hər tərəfi kvadrata yüksəltdik. Çıx 2 bərabər 4-ə. Tapdıqca A kvadrat üstə gəlib 1 bölək A kvadratı bərabərdir 6-ya. Bizdən 4-ün dərəcəsi sorusuna görə təzədən bunu da bir də kvadrata yüksəldirik. Eləyir A üstü 4, 1 bölək A üstü 4 üstə gələk 2 bərabər 36-ya. A üstü 4 üstə gələk 1 bölək A üstü 4 bərabər 36 çıxaq 2 bərabər 34-ə. Cavabımız elədi 34. Y ekspresiyasının ən kiçik qiymətini tapın. 90-cı sualımız belədir. X-y yazdıq. Elədi x kvadratı üstə gələk y kvadratı bərabərdir 10-da 3-ə. X bölək y-in ən kiçik qiymətini tapın. Ərkıqını. Bunu tapmaq üçün də belə yazaq. Uşaqlar, bunu yazmaq üçün belə yazırıq. Necə? Bax, gəlin bu ifadəni həmçində tərsinə fırlatsaq. X kvadrat üstə gələk y kvadratı bölək x y-də. Bunu tərsinə eləyir 3-də 10. Qəşəng. Uşaqlar, bu ifadəni orta məxrəcdə yazsaq, ayrı-ayrı yazsaq, belə yaza bilərik də. Ayrı-ayrı məxrəclərdə. Belə 3-də 10. Qalır x bölək y, üstə gələk y bölək x. Bərabər 3-də 10-a. Keçdik, bizə verir x bölək y-ə soruşur. Uşaqlar, bunu necə yaza bilərik? Diqqətlə baxsaz, bunlar bir-birinin tərsidir. X bölək y-ə hər hansı bir A desək, A üstə gələk 1 bölək A bərabər 3-də 10-a. Və buradan bu bizə nə verir? 3-dən 3-də 1 edir də. 3-dən 3-də 1. A'mız uşaqlar bir dəfə 3 olacaq, bir dəfə də 3-də 1-ə bərabər olacaq. Bunu buradan kifayət görmək olur. Bəzən böyük rəqəmlər verir. Onu da kvadrat təmiri kimi yazırıq belə. Tutaq ki A kvadratı üstə gələk 1 bölək A bərabər 3-də 10-a. Tənasüb kimi vursaq 3A kvadratı üstə gələk 3 çıx 10A bərabər 0. Bunda D ilə həll edib tapırıq köklərini. 3 və 3-də 1. Ana yenə 3 qoysaq ən böyük qiymət olur. Bu kəsirin ən böyük qiymət olur. Bizdən ən kiçik qiymətin olduğuna görə eləyir 3-də 1. Cavabımız oldu 3-də 1. 91-ci sualımız belədir. A çıxaq 2B vur 4-ü çıxardanda 2A plus 4-ü çıxardanda qalır A plus 2B qalır A çıxaq 2B A üstə gələk 2B. Çıxma getdi, toplama getdi. Gerdə qaldı 4. Doksan ikinci sual. Bu bizə A minus B'nin açılışını verir. Buna düstur yazmışdım sizə. A çıxaq B. Bunun biri getdi. Qaldı A çıxaq B bölək 3-ə. Və yerinə qoysaq 0,84 çıx 0,21 böl 3-ə. Bizə verir 0,63 böl 3-ə. Bu da böyle 0,21. Cevabımız ilədir 0,21. Keçdik 93-cü suala. 93-cü sualımız belədir. Buradan x kvadratını çıxarsaq gerdə qalır x minus 1. Üstə gələk x minus 1. X kvadrat üstə gələk 1 bərabərdir. X plus 1 gerdə qalır x minus 1. X kvadrat plus 1 getdi. Gerdə qaldı 2 çıxaq 1. İkisi yenə 97 qoyulanda cavabımız elədir 97 çıxaq 1 bərabər 96. Cavabımız elədir 96. Eyni tip məsələdir. Siz yazırsınız. 95. 95'i belə yazırıq.
X y-də x çıxaq y. Vuraq x y-də x plus y. Tərsinə yazırıq da uşaqlar. Biliyor. Cavabımız qaldı x çıxaq y-də x plus y. Çıxmamız bizə verir 3'ü, toplamamız verir 5'də 3. Bu da bizə verir 0,6'nı. %96. 96-cı sualımız eyni qaydadır. Siz yazırsınız. 97-ci sualımız. 97'yə baxsaq. Bizə verir b bərabərdir -1. B çıxaq 4-də. 3b vuraq b çıxaq 4 çıx 3b. Vuraq b çıxaq 4-də. B vuraq b çıxaq 4 çıx 6b üstə gələk 25. B çıxaq 4-də ixtisar getdi. Geridə qaldım. 3b kvadrat çıx 12b çıx 3b. B kvadrat çıxaq 4b çıx 6b üstə gələk 25 bərabərdir. Bu bizə verir 3b kvadratı çıxaq 15b-ni. Bu da bizə verir b kvadrat çıxaq 10b üstə gələk 25 bərabərdir. Məxrəc bizə b minus 5'in mörtəzə kvadratını verir. Sürətdən də 3b-ni çıxardanda qalır b minus 5 bərabərdir. Biri getdi. Geridə qaldı 3b, b minus 5. B-miz -1 olduğundan 3'ü vururuq -1'ə. -1'dən də 5 çıxırıq. Bizə verir -3'də -6. Bu da ixtisar gedir 2'də 1. Bu da bərabər 0,5. Eyni tip məsələdir. Siz yazırsınız. 99-cu sual. Sıfırdan fərqli x, y, z ədədlər üçün 2x bərabərdir 5y, 3x bərabərdir 7z. X plus z, z minus y. Bizdən bu ifadəni soruşur. Şöyle buna bir dənə misal işləmişdik həqiqətlərdə. Bunu yazanda belə yazırıq. Gəlin bax, ortaq məxrəcə gətiririk. 2 üçün ortaq məxrəci nədir? 6. 6 olması üçün buna yazırıq. Bunu vururuq 3'ə. 6x bərabərdir 15y. Bunu vururuq 2'yə. 6x bərabərdir 14 z. Geçək. Orta məxrəc nə ola bilər? 6, 15, 14. Şöyle 6, 15 və 14'də əkop 210 edir. Əkop 210 elədiyinə görə 210'u 6'ya böləndə bizə verir 35. Deməli x'imiz bərabərdir 35k. Y-imiz bərabərdir 210'u eləyir 14k. Z-imiz də bərabərdir 15k. Və yerinə qoysaq bizə taparıq ki 35'in üstə 15 gələndə bizə verir 50k. Z-dən də 15k'dan da 14k çıxanda bizə verir k. K'lar getdi, geridə qaldı 50. Cavabımız elədi 50. Qəşəng sual idi. 100-cü sualımız belədir. Burada bir neçə misal işlədik. Bizə verilib 1 bölək a bərabər 3 olarsa a üstə 4 üstə gəlib 1 bölək a kvadratını soruşur. Bunu da tapanda uşaqlar ayrı bölsək qalır bizə belə verir, belə ifadə. Yəni bizdən bunu soruşur. Bunu soruşduğuna görə bunun kvadratı üstədir. Bizə verir a kvadrat üstə gəlib 1 bölək a kvadrat üstə gəlib 2 bərabər 9a. A kvadrat üstə gəlib 1 bölək a kvadratı bərabər 9 çıxaq 2 bərabərdir 7'yə. Cavabımız elədi 7. Eyni tip məsələdir. Bunu yazsınız siz. 102-ci sual. 102-ci sualımız belədir. Qiymətini hesablayın. Bizə verir a bölük 2 bərabərdir b bölük 4 bərabərdir c bölük 6. Olarsa a vur b vur c bərabərdir 384. A üstə gəlib b-cinin qiymətini tapın. A üstə gəlib b üstə gəlib c-ni soruşur.
Bunu tapmaq üçün ilk olaraq gəlin belə hesablayaq. A-mız eləyir. Bunu bərabər tənası bir k götürsək. A-mız elədi 2k. B-miz elədi 4k. C-miz elədi 6k. Və biz bunları vursaq, bizə verir 48k kubu bərabərdir 384. K kubu da bərabərdir 8-ə, k bərabərdir 2-yə. K-nı tapdıq ki, A-mız elədi 4, B-miz elədi 8, C-miz elədi 12. Bunların cəmi bizə verir 4 üstəgəl 8 üstəgəl 12 elədi 24. Cavabımız elədi 24. Qəşəng sual idi. 103-cü sualımız belədir. Bunu necə sadələşdirə bilərik? Sürətdən 4-ü çıxarsaq, geridə qalır x kvadratı üstə gələk 4 x çıx 12. Məxrəcdən 6-nı çıxarda bilmərik. Məxrəcdən x-i çıxarsaq, geridə qalır 6x kvadratı üstə gələk 39 2 üstə gələk 60. Bunu vuraq tərsinə nəyə? 9x kvadratı geridə qalır 2x üstə gələk 5-ə. Buradan çıxardırıq 24x-i. Yəni 8x-i çıxarsaq, geridə qalır x minus 3-ü. Bərabərdir. Uşaqlar, buradan tapırıq x-lə bu x-dən bu x kvadratı getdi. 4-lə də 8 sayı getdi. Qaldı 2. Məxrəcdə qaldı 2 x minus 3 6x kvadrat üstə gələk 39 2 üstə gələk 60. Sürətdə qaldı. Bunu da yazır ki, x minus 2 plus 3 x minus 3 2 minus 3 x plus 4 vur 9 vur 2x minus plus 5 x minus 3'lər getdi. Bərabərdir 2-də 9 2x minus 5 x plus 4. Bunu necə yaza bilərik uşaqlar? Bunu da yaza bilərik ki 3x-i 15 vur 4 kimi 20 vur 3 kimi 12 vur 5 kimi. Məsələn 3x 5 2x plus 5 bunu 12 belə 3x plus 12 2x plus 5 12 5'e vuranda 60 3'ü 5'e vuranda 15 12 2'ye vuranda 24 toplamda elədi 39. Qəşəng. Bunlar getdi bərabərdir. Geridə qaldı 2 vur. Buradan da 3 ortaq vur çıxardan qalır x plus 4 9 vur x plus 4'ə. Bərabərdir. X plus 4'lər getdi. Qaldı 6'da 9. Qısa gedir 2'də 3. Bu da bizə verir 1,5. Cavabımız 1,5. Qəşəng sual idi. 104-cü sual. Bizə verir m plus n bərabərdir kökdə 10'a. M vur n bərabərdir 2'yə. 104. Bizdən soruşur n bölək n. N bölək n üstə gələk n bölək m.
bərabərdir. Uşaqlar, bu bizə verir m-də m kvadratı üstəgələk n kvadratı. Gəlin ilk olaraq buradan m-imiz 1-2-dir, hazırdır. Kvadratını tapanda buradan hər tərəfi kvadrata yüksəlsək bunu. Bizə veririk m kvadrat üstəgələk n kvadratı üstəgələk 2m-in bərabərdir 10-a. M-imiz 2 olduğuna görə m kvadrat üstəgələk n kvadrat üstəgələk 4 bərabərdir 10-a. M kvadrat üstəgələk n kvadrat bərabərdir 6-ya. 6 bölək 2, bu da bərabərdir 3-ə. Eyni qayda, eyni tip məsələdir. Bunu siz yazırsınız. Keçdik 106-cı suala. 106-cı sualımız belədir. C üstəgələk 3, C üstəgələk 5. Ortaq məxrəcimiz nədir? C plus 3-ə. Buradan çıxır C kvadrat 25. Bunu da vururuq. 3. Çıxardığında qalır C minus 5. Və bunu təzədən vururuq C plus 3-ə. Qəşəng. Şöyle burada C plus 3'ler getdi. Qaldı C plus 5. Buradan hər ikisində də C minus 5 vuruğu var. Geridə qalır C plus 5 çıx 3 C çıx 9. Uşaqlar, bunu vurub açanda bu plusdur. Çünki vurub açanda bunu verməlidir. Onda plusu ortaq vurub çıxardanda geridə qalır minusu. C minus 5 çıxaq 3C çıxaq 9 bərabərdir. Pluslar getdi. Geridə qaldı mənfi 2C çıx 14. Bu da bərabərdir. Mənfi 2 çıxardanda qalır C plus 7. Mənfi 2 vur. Mənfi 9,7-dən 7 gələn üzərinə eləyir. Mənfi 2,7. Bu bizə verdi 5,4'ü. Cavabın neçədir? 5,4. Keçdik 107'yə. 107'ni burada yazaq, 108'i siz yazın. Bizə verir 2 bölək 2, üstəgələk 2 bölək 2 bərabərdir 8. Bizdən soruşur 2x plus 3 vur y 4y üstəgələk 3 vur x. Məxrəcdə 2y bərabərdir. Məxrəci olduğu kimi saxlasaq, sürətli vurub açsaq. Üstəgələk 4x y üstəgələk 3x bərabərdir. Bizə verir 6x y də 3x plus y 7x y bərabərdir. Bu da verir ayrı-ayrı məxrəcdə yazsaq. Bərabərdir. Uşaqlar, bax bunu yazırıq. X y-də 2 vur x plus y bərabər 8-ə. 2 ilə 8 xısa getdi, qaldı 4. 4 qaldığına görə
x plus y bölü x y. Bax bu bizə verir 4'ü. Buna da xısaca 6 üstə gələk 3 vur 4. Bizə verdi 18'i. 108'i siz yazırsınız. Keçdik 109'a. Nə verir bizə? X bölək y. Y bölək x bərabər 4'e. Yəni x kvadrat üstə gəlir y kvadratı 4xy. Bizdən soruşur bir ifadə. Bu ifadəni tapmaq üçün hər tərəfi kvadrata yüksəltsək. Bizə verir x üstü 4, y üstü 4 üstə gələk 2x kvadratı y kvadratı bərabər 16x kvadratı y kvadratına. Buradan x üstü 4 üstə gələk y üstü 4 bərabər 14x kvadratı y kvadratına və yerinə qoysaq cavabı tapar 14. 110-cu sual. Deyir x-in hansı qiymətində kəsirin mənası yoxdur. Kəsirin mənası olmaması üçün məxrəci 0 olmalıdır. Yəni 5 məxrəci 0 olmalı. Deyir ki 5x 5x çıxaq 4 bərabərdir 0. Yəni x də 5x də bərabər 4-də, x də bərabər 5-də 4. Cavabımız eləyir 5-də 4 və yaxud 0,8. 111-ci sual. Mənası yoxdur. Eyni tip məsələdir. Siz yazsınız. Keçdik 112-yə. 112 sualımız belədir. Deyir düzaqlınız S-i sahəsi veriblər. Bizə veriblər x kvadrat üstə gələk 5x üstə gələk 6 bölək x minus 4. Eni x üstə gələk 2 3x çıxaq 12 veriblər. A-nı soruşur, uzunu soruşur. A-nı tapanda uşaqlar sahəni bölürük n-ə. X kvadrat üstə gələk 5x üstə gələk 6 böl x minus 4 bölək 2x plus 2 3x minus 12'ye bərabərdir. Bu bizə verir x plus 2 x plus 3'ü sürət. Məxrəc olduğu kimi saxlayırıq. Bunu da bölümü olunca öncə tərsinə vururuq. Buradan 3'ü çıxartdıq. Qaldı x minus 4 x plus 2 bərabərdir. Minuslar getdi. Plusdan bunu getdi. Geridə qaldı 3 vur x plus 3. Bu deyir 3x plus 9. %112. Tapdıq 3x plus 9. 113 top eyni məsələdir. Siz yazırsınız. 114. Bizə veriblər ki, Euler-Venn diaqramında A çoxluğunda 2n kubu çıx 5n kvadrat üstə 12 bölək n kəsiri tam ədəd çevirən natural ədədlər. B çoxluğunda isə diaqram məsələn PSG günü tapın. Şöyle ilk olaraq 114. İlk olaraq gəlin Venn diaqramı çəksək. A, B. Bura nədir? P4. Bu nədir? 6, 2, 1, 2. K nədir? K 18. K-mız eləyir K 18. Uşaqlar, gəlin baxaq. Hər tərəfi eynə bölsək A çoxluğunda. A çoxluğunda eynə bölsək taparıq 2n kvadratı. Çıxaq 5n üstə gələk 12 bölək n.
B çoxluğunda taparıq. Hər tərəf n bölsək 3n kubu çıx üstəgələk 11n çıx 18 bölək n. Bizə deyir ki, tam ədədə çevirən natural ədədlər. Natural ədədlər tutulur hər ikisində də. 13-ün n-in bölənlərini, 12-nin bölənlərini tapırıq bir də, avay ada. Bizə verir 1, 2, 3, 4, 6 və 12-nin özü. B-də nədir? 1, 2, 3, 6, 9 və 18. Uşaqlar, ortaq olanlar nədir? Hər ikisində ortaq olan nədir? 1, 2, 3 və 6. Bunlar ortaqdır. Deməli 1, 2, 3. Deməli kümüz nədir? 3. Ortaq olmayan nədir? 4, 12. P-miz nədir? 12. A çoxluğunda. K-mız nədir? 18-i veriblər. Nə yoxdur? 9. K-mız nədir? 9. P-miz də 12. Bizə nə soruşur? Cəmini. Toplamda neçə eləyir? 12, 12, 24. 115-ci sual. A və B ardıcıl cüt ədədlər üçün 3A üstəgələk 2B 2A üstəgələk 5B bərabər 3-də 2 olarsa. Şöyle ardıcıl cüt ədəd demək A 2N'dir, B isə 2N plus 2'dir. İlk olaraq gəlin bunu sadələşdirək. Sadələşdirəndə bizə verir uşaqlar 9A üstəgələk 6B bərabərdir 4A üstəgələk 10B. Alar bir tərəf verir 5A bərabərdir 4B'yə. A'nın yerinə 2 vuraq 2N yazsaq. B'nin yerinə 2N plus 2 yazsaq. Bizə verir 10N bərabərdir 8N üstəgələk 8. 2N bərabərdir 8'ə. N bərabərdir 4. N'ə tapdıq 4. A'mız neçə idi? 2N. B'miz neçə idi? 2N plus 2. 8 və 10. Bizə də kvadratlar cəmini soruşduğuna görə 8'in kvadratı elədi. Üstəgələk 10'un kvadratı. 64. 64 üstəgələk 100. Bizə verdi 164'ü. Cavabımız elədi 164. Və 116-cı axırıncı sualımız. Bizə deyir ki, kəsilərin cəmi olacaq perimetrin qiymətini tapın. Uşaqlar, A2 üstəgələk x minus 4 üstəgələk B2 üstəgələk C x plus 4 cəmi x kvadratı çıxaq 16 35 2 çıxaq 12'ni verir. İlk olaraq gəlin bunu ortaq məxrəcə gətirsək. Məxrəc bizə verir x kvadrat çıxaq 16'nı. A2'si vurduq x plus 4'ə üstə gəldik. B2 üstəgələk C vur x minus 4'ə. Bərabərdir. X kvadrat çıxaq 16'da 35 2 çıxıq 12'ni. N olan görə getdi. Bizə qaldı sürətləri. Bunu vurub açanda AX kvadratı üstəgələk 4AX üstəgələk BX kvadratı çıx 4BX üstəgələk CX üstəgələk çıx 4D bərabərdir. 35 2 çıx 12'yə. Şöyle x kvadratdan bir yere yığanda qalır əmsalı a üstəgələk b x kvadratı. X'lər də bir yere yığsaq bizə verir 4a çıx 4b üstəgələk c x çıxaq nə? 4c çıxaq 4c qəşəng. Bərabər nəyə? 35 2 çıx 12'yə. Uşaqlar, bax fikir versəniz, bax burada fikir versəniz, x kvadratın əmsalı burada variant x kvadratımız yoxdur. Demək bunun əmsalı 0'a bərabərdir. Bərabər 0.
Bunun əmsalı, x'in əmsalı bir-birinə bərabərdir. Yəni 35-ə. Hər ikisi də mənfi olduğuna görə elə bir yox 4 bərabərdir 12 götürdüm. Buradan c-ni tapırıq 3. C-ni 3 tapanda yerinə qoyuruq ki, a üstə gəlib b bərabərdir 0-a. C-ni yenə 3 qoysaq 4a çıxaq 4b bərabərdir 35. Bu 3 olsa, bir də keçəndə mənfi. Elədi 32-yə. A üstə gəlib b elədi 0. Hər tərəfi 4-ə bölsək, a çıxaq b bərabərdir 8-ə. Və sistemi alsaq, alt taxta toplasaq, bizə verir 2a üstə gəlib 2a bərabərdir 8-ə, a bərabərdir 4-ə. Bizdən elə A-nın sorusuna görə cavabımız oldu 4. Bu qədər. Uşaqlar, kanalıma abunə olmağı unutmayın. Və like qoymağı da unutmayın. Onlayn dərsimizə qoşulmaq üçün də 099 314 03 və 12 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın.